Xatırladığım qədərilə Məcidov bir 5-6 il əvvəl professional boksa keçdi və 3 dəfə dünya çempionu olmuşdu da. Amma peşkarda heç başarılı olmadı. O qədər boksçu var ki, məsələn, tək Məcidov deyil, həvəskarda böyük nəticələri var, amma keçir peşəkara heç nə eləyə bilmir. Eyni dövrdə Rusiya həvəskar boksunda olub, Matvey Korobov olub, məsələn, bir də olub Dmitri Pirog. Dmitri Pirog heç Rusiya çempionatında yer tutmuyor. Pirog gəldi. Moskva çempionu belə olmuyor. Amma Matvey Korobov 2 qat dünya çempionu idi. Matvey Korobov dünya çempionu peşəkar boksda nəticə verə bilmədi, amma Dmitri Pirog dünya çempionu oldu. 5-ci raundda Daniel Jacobs'u nakavtla məğlub eləmişdi də, sensasiya. Amma Matvey Korobov görürsüz nəticə verə bilmədi. İndiki dövrdə məsələn Beterbiev var, Bivol var. Bir həvəskar boksda da dünya çempionu oldu. Amma həmin dövrdə Yegor Mikhontsev var idi. O Olimpiya çempionu idi. 85 kilonun Olimpiya çempionu idi. O keçdi məsələn peşəkar boksda uğursuz oldu, amma görürsüz həvəskar boksda daha az nəticəsi olan Bivol və Beterbiev dünya ulduzuna çevrildilər.